Salam əziz şagirdlər və valideynlər. Mən sizlərə 2-ci sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. A tapşırığından başlayaq. Şeirin ilk misrasına uyğun gələn qohumlarının adlarını yaz. Burada yəni öz qohumlarınızın, hər bir şagird öz qohumlarının adını yazmalıdır. Şeirin ilk misrasına əsasən. Bir babanın nəvəsiyik, bu dünyadan keçib getmiş igidlərin əvəziyik. Şeirin ilk misrası bir babanın nəvəsiyik. Siz burada necə yazırsınız? Yəni siz burada öz əmiz uşaqlarını, bibiz uşaqlarını yaza bilərsiniz və yaxud da ki dayınız, xalanız uşaqlarının adlarını qeyd edə bilərsiniz. Yəni bir babanın nəvəsi olaraq kimlərsiniz? O adları qeyd edə bilərsiniz. Öz bacınızın, qardaşınızın adını qeyd edə bilərsiniz. B tapşırığında deyir ki, baba və nənələrin haqqında məlumat yaz. Yazaq. Atanın atası və anası. Atanın atası bizim babamızdır. Anası da nənəmizdir. Adları. Burada atazın, anasının və atasının adını qeyd edirsiniz. Övladları. Yəni atanın atasının, anasının övladları sizin kimlər sayılır? Atazın bacısı, qardaşı sayılır. Yəni bibizin, əmizin adını bura qeyd edirsiniz. Bir də nəvələri. Nəvələri atanın yəni atası və anası, yəni sizin nənənizin və babanızın nəvələri kimlərdir? Siz, bacınız, qardaşınızdır. Sonra bibizin uşaqlarıdır, əmizin uşaqlarıdır. Onların adını burada qeyd edirsiniz. Burada isə deyir ki, ananın atası və anası. Ananın atası babanızdır. Ananın anası nənənizdir. Burada adını qeyd edirsiniz. Anazın atasının adını qeyd edirsiniz. Sonra isə anazın anasının adını qeyd edirsiniz. Burada övladlarının adını qeyd edirsiniz. Anazın atasının anasının övladı sizin nəyi sayılır? Kimlər sayılır? Dayınız, xalanız. Yəni burada dayınızın, xalanızın adını qeyd edirsiniz. Nəvələrində isə dayınızın, xalanızın, öz bacı qardaşınızın adlarını qeyd edə bilərsiniz. Baxaq C tapşırığına. Sözləri izahları ilə uyğunlaşdır. Uyğunlaşdıraq. Adət. Adət sözünə hansı söz uyğun gəlir burada? Xalqın qəbul etdiyi qayda, ənənə. Adət xalqın qəbul etdiyi ənənədir. Xeyir dua. Xeyir dua böyüklərin söylədiyi ən xoş arzular. Böyüklərin söylədiyi ən xoş arzular adlanır xeyir dua. Qopuz. Qopuz saza bənzər musiqi alətidir. Ağsaqqal. Ağsaqqal biz kimə deyirik? Dünya görmüş qoca, yaşlı adama biz ağsaqqal deyirik. Ağsaqqal dünya görmüş qoca, yaşlı adama uyğun gəlir. Əsr isə 100 illik dövrdür. İzahlarımız bu qədər əziz şagirdlər.